Nəyisə əlməyi, maddənin əlməyi. Hələlik sinif yoldaşları ilə bir yerdə oxuyur, amma Nilufər Şükürovanın xəyalları bu sinif otağından minlərlə kilometr uzağa, Şanxaya uzanır. İndi o arzularının bir addımlığındadır. Nilufər New York Universitetinin Şanxay kampusuna qəbul olub, hətta o tam təqaüdlə qəbul olunan ilk Azərbaycanlı şagirddir. Onda rəqəmləri görəndə bir 5-10 dəqiqə ekrana baxıram ki, bu da oradan da mənim üçündürmü, mənim üçün deyilmi? İnana bilmirdim ki, o qədər çox mənə təqaüd verilmişdi. 72 min. Universitetin özü elə ki, təhsil pulu, sonra əlavə olaraq orada universitetin yataqxanası, tibbi sığorta, hamısı biz 82 minə səhv etmirəmsə, 82 min ABŞ dollarına gəlib çıxır. Nilufər deyir ki, indi reallaşan bu arzusu 6-cı sinifdə oxuduğu zamandan yaranmağa başlayıb. İzlədiyi bir film, etdiyi araşdırmalar və məqsədə doğru inamlı addımları onun həyat yolunu müəyyən edib. Və mənə çox maraqlı gəldi orada oxumaq, mənim böyük arzum olmuşdu. NYU Şanxay kampusu isə, yəni Çin indiki yüksələn ölkələrdən biridir. Əlavə olaraq da universitetdə bu NYU Şanxayda bütün Çin dilini bilməyən tələbələrə Çin dilini öyrədirlər və mən fikirləşdim ki, orada təhsilimi etmək mənim üçün çox böyük bir fürsət olar. Gələcəyimdə işdə hara getsəm mənə böyük bir üstünlük verər. Qəbul olduğu universitetdə tələbələrin 50% Çinli, digər 50% isə müxtəlif ölkə vətəndaşlarıdır. Orada interaktiv media və biznes ixtisası var. Elə bir ki, bir cür kommunikasiya və biznesi birləşdirən bir ixtisasdır. Neçə vaxtdır ki, mən o yönə, media üzrə yönəltmək istəmişəm. Həmişə kreativliyi çox sevmişəm. Kreativ bir insan olduğuma görə belə yazıları, media çəkiliş falan sevdiyimə görə elə o üzrə yönəlmək fikirləşdim. Qeyd edək ki, Nilufər hazırda Abşeron rayonu Pirəküşgül kənd tam orta məktəbinin 11-ci sinifində təhsil alır. Bəyim Mahir qızı, Atababa Vəliyev, Aysən Ələkbərova, İTV Xəbər.